Doktor, histeroskopiya aparılarkən uşaqlıq boynu və yumurtalıqlara zərər riski varmı? Ümumiyyətlə yumurtalıqla işimiz yoxdur histeroskopiyada. İşləm əsnasında dayanmamız gerəkən yeri bilmiriksə, uşaqlığın cırılma ehtimalı bəli var. Risk alırıq orada. Amma diqqətli davrandığınızda bu ehtimal çox aşağıya düşür. Yəni burada da baxır karbürator ustası kimdir? İşi bilən adam eləməyə daha məsləhətdir əlbəttə ki. Histeroskopiya zamanı hansı növ anomaliyalar aradan qaldırıla bilir? Uşaqlığın içindəki əyrilikləri aradan qaldıra bilirsiniz. Oradakı divar qalınlığındakı, qüsurlu divar qalınlığındakı problemləri aradan qaldıra bilirsiniz. Polip varsa, miom varsa aradan qaldıra bilirsiniz. Keçirilmiş abortlardan, keçirilmiş əməliyyatlardan qalmış fəsadları aradan qaldıra bilirsiniz. Bunların hamısını eləmək olur. Doktor, histeroskopiyanın süni mayalanmadan əvvəl aparılması hamiləlik şansını artırır? Bəli, əlbəttə artırır. Yəni orada bir qüsur var, orada bir problem var, ondan mütləq qurtulmaq lazımdır. Doktor, histeroskopiya nəticəsində uşaqlıq boşluğu necə təmizlənir və bu nə qədər vaxt aparır? 10-12 dəqiqə əməliyyatımızı bitiririk. Pasiyentlər günün yarısını bizə ayırsa bəsdir, narkozla olur işləm. Və bu narkozdan sonra qalxıb evə gedirlər. İki cür histeroskopiya var. Bir diagnostik qayçı ilə orada işləm elədiyimiz histeroskopiya var. Bir də operativ, daha böyük parçalarını çıxartdığımız histeroskopiyası var. Yəni xəstəyə görə qərar verilir. Bəzən diagnostik başlanılır, operativə döndürür, problem çox daha böyükdürsə. Yəni o əməliyyat anında verdiyimiz qərara bağlıdır. Doktor, bəs histeroskopiyanın süni mayalanmanın uğuruna təsiri nə qədərdir? Baxır içəridəki problemin səviyyəsinə, yapışıqlıq varsa o yapışıqlığı götürdüyünüzdə hətta öz başına da hamiləlik yarana bilir. İçəridə polip varsa mütləq götürmək lazımdır. Yəni belə bir şey fikirləşin ki, polip var, miom var, yapışıqlıq var, süni mayalama eləsəz tutmaz. Yəni çox az faiz tutar, 5% falan tutar. Siz onu götürəndən sonra normal çöldəki vətəndaş qədər şansınız olmuş olur. Doktor, histeroskopiya süni mayalama prosesində hansı mərhələdə tətbiq olunur? Diagnostika mərhələsində birinci adını qoymaq lazımdır. Nəyə görə tutmur, nəyə görə hamilə qala bilmir. Oradan da içəridə problem varsa biz süni mayalama eləsək də tutmaz.